Sumqayıtda keçirilən mədəni tədbirlərlə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. İddialara görə son günlər Sumqayıt Bələdiyyəsi Muğam Mərkəzini nəzarətinə götürərək adını Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzi kimi dəyişib və burada təşkil olunan konsertlər üçün biletlər şəhərin müxtəlif qurumlarının əməkdaşlarına məcburi şəkildə satdırılır. Bildirilir ki, mərkəzdə keçirilən Muğam konserti və Qaraca qız tamaşasının biletləri Sumqayıt şəhər İcra Hakimiyyətinin tələbi ilə təhsil və səhiyyə işçilərinə satılıb. Həmçinin aprelin 24-də keçirilməsi planlaşdırılan Elton Hüseynəliyevin konserti üçün qiyməti 40-100 manat arasında dəyişən biletlərin də zavod, təhsil və səhiyyə işçilərinə məcburi təqdim olunduğu iddia edilir. Məsələ ilə bağlı Sumqayıt 24 AZ-ın sorğusunu cavablandıran bələdiyyənin mətbuat katibi Nizami Rəsulov bildirib ki, mərkəz bələdiyyənin mülkiyyətindədir və fəaliyyəti tam şəkildə qurum tərəfindən təşkil olunur. Müxtəlif dövlət qurumları ilə əməkdaşlıq yalnız əlaqələndirmə xarakteri daşıyır və heç bir müdaxilə mövcud deyil. Qanunvericiliyə əsasən bələdiyyənin tədbirlər keçirmək və bilet satışı həyata keçirmək hüququ var və bütün proseslər qanuni çərçivədə aparılır. Tədbirlərin tanıtımı Sumqayıt Bələdiyyəsinin rəsmi informasiya resursları üzərindən həyata keçirilir. Məcburi satış iddiaları isə həqiqəti əks etdirmir və biletlər yalnız könüllülük prinsipi ilə satılır. Açıqlamada həmçinin bildirilib ki, müxtəlif qurumlara təqdim olunan biletlər satış məqsədli deyil, dəvətnamə xarakteri daşıyır və heç bir halda ödəniş tələbi yoxdur. İctimaiyyəti təsdiqlənməmiş və qərəzli məlumatlara deyil, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.